Salam, xoş gördük. Bugün Simurq TV-nin Görünməyən Tərəflər podkastında maraqlı bir mövzunu müzakirəyə çıxaracağıq. Bu, narsist qaynana və yeni gəlin görünməyən psixoloji savaşıdır. Və bu verilişimizin qonağı həkim psixoterapevt Nigar Babayeva. Necəsiz Nigar doktor? Yaxşısınızmı? Siz necəsiz? Ümid edirəm ki, hər şey yaxşıdır və ənənəvi olaraq suallarımıza davam edirik. İlk öncə narsistik şəxsiyyət pozuntusunun strukturunu anlayaq. Yəni sizcə narsistik şəxsiyyət xüsusiyyətləri nədir və onu adi narsistik necə deyirlər, şəxsiyyət tiplərindən fərqləndirən nədir? Yəni daha doğrusu sualımı belə qoyum. Yəni narsistik şəxsiyyət pozuntusu ilə narsistik sadəcə keyfiyyətlərə sahib olan insanlar arasındakı fərq nədir? Ümumiyyətlə düşünürəm ki, bu sahədə bizim kifayət qədər komandamızın maarifləndirmə işləri var sizin başçılığınız altında. Yəni sizin özünüz də bu mövzularda kifayət qədər danışmısınız narsissizm barəsində. Ümumiyyətlə narsissizm barəsində danışanda mütləq şəkildə klinik diaqnoza aid etmək lazımdır. Çox insan, məsələn, o görürük ki, öz yaxınlarına, öz həyat yoldaşına, nə bilim, öz qaynanasına və ya qaynatasına və s. yəni öz yaxınlarına belə bir diaqnozu heç bir əsası olmadan qoya bilir ki, mənim məsələn qaynanam narsistdir, mənim ərim narsistdir və s. Amma bunun nə qədər əsası var? Biz həkimik, biz bilirik ki, bunu əsaslandırmadan bu şəkildə danışmaq doğru deyil və bu anlamda da narsistik şəxsiyyət pozuntusu əslində çox rast gəlinən bir şəxsiyyət pozuntusu da deyil, yəni ümumi götürəndə. Yəni narsissizm diaqnozu hər adama qoyulur, amma o hər adam narsistik şəxsiyyət pozuntusudurmu? Təbii ki, xeyr. Yəni bu ciddi bir klinik diaqnozdur, hansı ki bu mütəxəssis tərəfindən xüsusi testlər vasitəsilə, izləmlər vasitəsilə qoyulmalıdır. Və ona görə də insanların bir çoxunun əslində narsistdir dedikləri insanlar, bunlar narsistik xüsusiyyətlərə malik olan insanlardır. Hə, aralarında təkcə narsistik şəxsiyyət pozuntusu olanlar ola bilər, bu istisna deyil. Amma bu klinik cəhətdən təsdiqlənmədiyi üçün biz bunu bu formada deyə bilmirik. Və ona görə də narsistik xüsusiyyətlərə malik olan insanların ən spesifik cəhətlərindən gəlin əgər danışası olsaq, burada əsas məsələ empatiyanın olmamasıdır. Yəni insanın empatiyası yoxdur. İnsan daim özünə qarşı diqqət, heyranlıq tələb eləyir. İnsan başqalarını bir növ yönətmək, onları kontrol altında saxlamaq, yəni istiqamətində hərəkət eləyir və empatiya olmadan. Yəni empatiya bu insanlarda çox aşağı dərəcədə olur. Zaten narsistik şəxsiyyət pozuntusunda da empatiyanın olmamasından danışırıq. Narsistik xüsusiyyətləri olan insanlar çoxdur və onlarda empatiyanın olmaması əslində daha çox belə bilsiz necə, yəni o dərəcədə də deyil əslində. Yəni müəyyən dərəcədə bəli, empatiyaları digər insanlara nisbətdə yoxdur. Azdır daha doğrusu. Və ona görə də biz bu rakursda qaynana gəlin münasibətləri istiqamətində bunu açanda məlum olur ki, orada məlum olur ki, sən demə burada bir qaynananın narsisizm göstərməsi və narsistik xüsusiyyətlərə malik olması bir ailənin dinamikasına necə təsir eləyir? Ümumiyyətlə o ailədə gedişatlar necə olur və ən əsas məsələ həmən gəlin özünü necə aparmalıdır? O nə etməlidir ki, həmən qaynana ilə doğru bir kommunikasiya qura bilsin? Bax, bu çox önəmli bir mövzudur. Ona görə belə bir sualım var. Necə düşünürsünüz, doktor? Hər dominant və sərt qaynana narsist hesab olunurmu? Təbii ki, yox. Təbii ki, yox. Yəni dominant olması, bir insanın sərt olması onun narsist olmasına dəlalət etmir. Narsisizm daha spesifik bir xüsusiyyətlərə malik olması deməkdir. Yəni bu insanların xüsusi uyguladıqları bir manipulativ bir davranış var. Hansı ki bu manipulativ davranışların içində bir çox şeylər var. Məsələn, dəyərsizləşdirmə var. Daha sonra başqalarını daim kontrol altında saxlamağa çalışmaq var. Başqaları, hətta belə deyək, müəyyən qədər o biz buna triangulyasiya deyirik. Başqa insanları cəlb etmək. Məsələn, qaynana gəlinindən narazıdır, amma birbaşa ona sözünü demir, yəni açıq söhbətə girmir. Başqalarını cəlb edir. Oğlunu cəlb edir söhbətə, nə bilim, tanışlarını, qohum-əqrəbəni və s. Onlara onun haqqında şikayət edir. Bu triangulyasiyadır əslində. Yəni bir növ başqalarında öz gəlini haqqında bir fikir formalaşdırır ki, yəni görürsüz mən yaxşıyam,
amma mənim gəlinim pisdir. Yəni problem mənim gəlinimdə. Daha sonra da özü həmin problemi həll eləməyə çalışır. Bəli, ki Göstərir ki, güya ki həll eləməyə çalışır Ay, sağ ol. və əlavə də nədir özünü yaxşı eləyir. Özünü yaxşı göstərməyə çalışır. Hətta belə deyim, bu qaynanalarda bir növ məsələn oğlunun yanında gəlinini tərifləyir. Ona yaxşı davranır, onunla mehriban davranır, İkili amma standart. deməli öz gəlinini isə görəndə onunla başlayır konflikt yaşamağa. Və heç cürə də gəlin öz həyat yoldaşını sübut eləyə bilmir ki, əslində sənin ananla mənim çox ciddi problemlərim var və o məndən şikayətçidir, o məndən problem yaşayır. Çünki oğula ana başqa bir model göstərir. Maraqlıdır bir dənə də başqa bir sual məsəl üçün. Niyə görə bəzi qaynanalar oğulların evlənməsini qəbul etməkdə çətinlik çəkir? Əslində bu problemin kök səbəbini açıqlayan bir sualdır və onun cavabı da bu olacaq ki, bu qaynanalar, bu analar daha doğrusu öz oğlanlarını bir emosional yəni emosional bağlılıq nöqteyi nəzərindən yanaşırlar. Yəni o oğul onun həyatının mərkəzindədir. Bəli. Və çox zamanda mən belə bir tendensiya, yəni belə bir terapiyada tendensiya müşahidə edirik ki, bu qadınların öz məsələn həyat yoldaşları ilə o qədər uğurlu münasibətləri olmur və o proyeksiya tam olaraq oğula gedir. Oğulu bir növ necə deyim, bir özünün davamçısı, ona diqqət göstərən, qayğı göstərən, ancaq oğlum mənə o sevgini verə bilərmişcəsinə yanaşırlar. Və nəticə olaraq da təbii ki, bu cür belə qayğı, sevgi və diqqət görən ana onu itirmək istəməz. Əsas da yəni söhbət narsistlərdən gedir. Narsist bu diqqəti, qayğını itirmək istəmir. O emosional o tələbatını ödəmək üçün mütləq ki, o kontrolu saxlamalıdır. Və ona görə də ailəyə yeni bir fərd daxil olsa belə, o kontrolu əlindən vermək istəmir. Və o fikirləşir ki, olsun, eyb yox, gəlin gəlib, qoy gəlsin, işlərimizi görsün, amma mənim o oğluma dəyməsin. Yəni hətta o gəlini belə o sistemin içinə salıb bir növ istismar etməyə başlayır. Bir dənə də sual, yaxşı, bu narsistik xüsusiyyətə malik olan qaynanalar kimləri özlərinə konkret olaraq rəqib görürlər? Əlbəttə ki, gəlinlərini rəqib görürlər. Gəlinləri rəqib görürlər. Çünki gəlin əslində yeni bir ailə quran bir fərddir. Onun oğlu ilə yeni ailə qurub. Təbii ki, arzu olunandır ki, bu sevgi üzərində qurulmuş bir ailədir. Yəni yaxşı halda, biz əgər müsbət bir tendensiyadan danışırıqsa, əgər ailə belə deyək, sevgi üzərində, mehribanlıq üzərində qurulubsa, təbii ki, qaynana o övladının, oğlunun sevgi və qayğısının yeni gəlin tərəfə axmasını istəməyəcək. Daha çox istəyəcək ki, onu kontrol altında saxlasın ki, qayğı və sevgi onun özünə gəlsin. Bəs maraqlıdır, ən çox istifadə etdikləri daha doğrusu psixoloji priyon, manipulyasiya növü hansıdır? Bayaq bir neçəsini qeyd etdik. Burada biri də var. Məsəl üçün, daha çox özünü bir yazıqmış kimi göstərə bilər. Deyə bilər ki, görürsüz, qurban rolunu oynayır ki, məsələn, mən ona yazıq sindromu deyirəm ki, yəni mən sizdən yana, yəni görürsüz nə qədər əziyyət çəkirəm, mən səni böyütmüşəm ki, belə də övladımsan və s. Mən çox əziyyət çəkirəm falan filan. Hətta belə deyim, bu gəlin əgər daha sağlam münasibətlər qurmaq naminə sərhəd göstərirsə, məsələn, qaynananın etdiyi hansısa hərəkətlərə bir çizgi göstərməyə çalışırsa, qaynana hətta burada bunu belə yazıq rolunda ki, hə, yox, siz məni başa düşmürsünüz, mən sizin yaxşılığınızı istəyirəm və s. O tüklərin bir ifadəsi var, duyğu sümürüsü etməyə başlayacaq ki, amma burada sadəcə bir qərarlılıq lazımdır ki, gəlin özündə bunu fərqinə varıb, gəlin özündə günahkarlıq hiss eləməsin. Çünki gəlin özünü günahkar hiss edəndə artıq o döngünün içinə girəcək və daim özünü sübut etməyə çalışacaq. Qüsurlu dövran. Hə, qüsurlu dövran, bəli. Bəs gəlin və qaynana münasibətlərində gaslighting necə baş verir? Gaslighting bu narsistlərin ən çox istifadə etdikləri bildiyimiz kimi manipulyasiya metodudur. Hansı ki, narsistik qaynana üçün də bu çox belə adi bir metoddur. Yəni çox rast gəlinən bir metoddur. Təbii ki, həqiqətlərin necə deyirlər, təhrif olunması, insanın strategiya reallığının pozulması. Hə, strategiya reallığının pozulması hansı ki, gəlinə yox sənə elə gəl. Məsələn, gəlin hansısa problemi ifadə eləyir, hansısa bir nəyisə dilə gətirir ki, hə siz burada bunu belə elədiniz. Qaynana da əvəzində deyəcək ki, yox, sənə elə gəlir, sən səhv bilirsən, elə olmayıb, elə deyil.
Yəni bu artıq insanı şübhə salmağa səbəbdir. Çünki gəlin başlayacaq əgər zəifdirsə gəlin psixoloji cəhətdən düşünməyə başlayacaq ki, bəlkə həqiqətən də mənim qaynanam düz deyil, bəlkə həqiqətən də mən səhv başa düşmüşəm, bəlkə həqiqətən də elə olmayıbdı. Onun psixoloji gücünün artırılması ona kömək eləyəcək ki, desin ki, yox elə mən düz görmüşəm, elə həqiqətən də belədir. Yəni bir növ orada da sərhədləri belirləməsi üçün bu lazımdır. Yəni onun psixoloji gücünü artırmaq mütləqdir. Bir dənə də maraqlı bir sual. Yaxşı, ilkin mərhələdə sizcə bir gəlin qaynananın manipulyasiyasını hələ belə deyək də, yəni münasibətlər hələ tam korlanmayıb. Yəni yeni gəlin gəlib, hər şey hələ belə deyək də, güllük, gülistanlıqdır belə deyək. Yəni buna konfetni, buketni period deyirlər, yəni ruslar. Yəni bu dönəmdə sizcə bir gəlin qaynananın ilkin manipulyasiyalarına necə fərq edə bilər? Adətən manipulyasiyalar xırda şeylərdən başlayır. Yəni kiçik detallardan başlayır. Məsələn, gəlinin hansısa bir hərəkətini bəyənməmək, hansısa bir geyindiyini bəyənməmək, hansısa etdiyini bəyənməmək və daha sonra da bir növ artıq o konfliktə zəmin yaratmaq və övladının yanında gəlinə başqa cür münasibət göstərmək. Yəni tutaq ki, bayaq dediyim kimi daha mehriban, daha sevəcən. Tutarlı olmamaq bir sözlə. Yəni tutarlılıq yoxdur, amma gəlin sonra baxır ki, müşahidə eləyir, əgər müşahidəçi kimi yanaşsa, görəcək ki, məsələn, oğlunun yanında başqa cür yanaşır, amma belə onlar tək qalanda və başqa insanlarla başqa cür yanaşır. İkinci bir məsələ, gəlin eşidə bilər ki, qaynana onu başqaları ilə müzakirə eləyir. Yəni onun haqqında müzakirələr aparır. Bir dənə də maraqlı sual, yəni bu can alıcı nöqtələrdən biridir. Sizcə sərhəd qoymaq məsələsində, yəni aydın məsələdir ki, yəni bir insana sərhəd qoymaq, yəni qarantiləmir ki, o sərhədə 100% o insan əməl eləyəcək. Sənin ümumiyyətlə sərhədlərini qətiyyən saymaya da bilər, belə deyə bilər ki, mən əcəb edirəm, xoşun gəlmir, necə deyirlər. Xüsusən də narsistlər zaten belə eləyirlər. Amma burada belə bir məsələ var, yəni sizcə optimal variantı necə ola bilər, yəni bu sərhəd qoymağa? Mən düşünürəm ki, optimal variant burada oğlun mövqeyindən keçir. Yəni burada balansı yaradacaq şəxs oğuldur. Burada oğul ümumiyyətlə strateji bir mövqedədir. Yəni necə? Ana onun üçün ən əziz insandır. Təbii ki, onunla uşaqlıqdan bəri bir emosional bir bağı vardır, psixoloji bir bağı vardır və təbii ki, övlad orada anasından bir növ separasiya olunmalıdır ki və ümumiyyətlə normalda yaxşı olar ki, separasiya olunsun burada ki. üzr istəyirəm, sözünüzü kəsəcəm. Bir Dark NLP Akademiyasının qurucusu olaraq, yəni ki, bilirsiniz ki, mən bu akademiyanı Azərbaycanda ilk yaradan insanların başında gedirəm. Yəni siz də mənim komandama daxilsiniz. Hansı ki, psixopatlar, narsistlər, duyğusal olaraq nataraz insanlara, paranoid insanlara necə başa çıxmaq, onlardan qaçış planını necə hazırlamaq, eyni zamanda onlara boynuna necə ip salıb fırlamaqdan söhbət gedir. Yəni heyvan kimi əhəlləşdirməkdən söhbət gedir. Çünki bu insanlar həqiqətən də danışıqlara gediləsi, necə deyirlər, mümkün insanlar deyillər. Burada belə bir şey var, yəni. Adətən siz bir şey qeyd elədiniz, dediniz ki, optimal variant, necə deyirlər, kişinin mövqeyidir. Bəli. Amma təəssüflər olsun ki, o kişi heç vaxt mövqeyini qoya bilməyəcək, əgər müalicə olunmursa. Bəli. Zaten onu vurğulamaq istədim. Mən ona görə deyirəm, yəni o kişinin zaten mövqe qoyulması, zaten mövqe qoysaydı zaten belə şeylər olmazdı. Məsələ burasında. Yəni qoya bilmir. Niyə görə? Çünki nəyə görə? Burada belə bir şey var ki, adətən emosional olaraq ona ilkin yaxın olan ailə, yəni bu narsistik aləmdir və sistemdir. Və heç bir narsistik sistem öz sisteminə qarşı çıxanının birini istəməz. Və o enerjisini avtomatik olaraq ora harcayacaq, yəni sərf edəcək. Yəni ailəsinə, necə deyirlər, onu sərf edə bilməyəcək. Yəni. Onlara qarşı daha loyal olacaq. Bünöv onlar daha çox tutacaq hətta. Yəni mən bunu əslində ona görə yox sayıram ki, o dəyişə bilməz. Yaxşı, dəyişə bilməzsə o zaman mövqe necə vurulmalıdır? Necə düşünürsən? Mövqe necə olmalıdır? Belə deyim də, bu cür gəlinə tövsiyə etmək olar ki, o narsistik manipulyasiyaları öyrənsin. Yəni, ən optimal versiyası odur. O mütləq təlim keçməlidir. Əgər o ailəni davam etdirmək... Bax, mən bunu eşitmək istəyirdim. Bəli, o ailəni davam etdirmək istəyirsə, o ailədən ayrılmaq istəmirsə,
çətindir təbii ki. Elə bir ailədə bir gəlin olaraq, əgər o empatik xüsusiyyətləri daha çoxdursa təbii ki. Zaten bilirik ki, narsistik sistemlər özlərinə belə empatik insanları cəlb eləyirlər ki, o bir növ sistem balanslaşsın. Sömürsünlər. Və çünki onların hər zaman empatiyalı insanlara ehtiyacı var. Narsistik sistem heç vaxt tək başına var ola bilməz. Ora bir empat mütləq olmalıdır ki, o siz demiş o istismar, sümürülmə olsun. Və bir dənə variant qalır ki, həmən gəlin yenə də bayaq dediyim kimi psixoloji gücünü artırsın, bir növ onlara qarşı qoymaq üçün onların silahı ilə onları vursun. Təbii ki, burada o nəticənin necə olacağını heç kim bilə bilməz. Yəni bu hara gətirib çıxarda bilər, nə qədər dözə bilər. Çünki insanın öz individual xüsusiyyətlərindən çox şey asılıdır. Elə insan var ki, həm mübarizdir, o psixoloji olaraq ona yatqındır, o bunu edə bilər. Amma elə insanlar var ki, yəni çox yumşaqdılar, daha empatikdirlər, daha mərhəmətlidirlər və s. Bunu nə qədər davam etdirə biləcəklər bu sual altındadır. Amma bir nöqteyi nəzərdə qeyd eləmək istəyirəm ki, ümumiyyətlə narsistlə münasibətdə olan istənilən insan nevrozdan əziyyət çəkir. Mütləq ki. Düşünürəm ki, əgər o nevroz müalicə olunmasa, o manipulativ texnikaları istifadə eləmək o qədər çox işə yaramayacaq. Bəli. Çünki sənin daxili strukturun, daxili ruh halın, daxili ruh halın ona uyğun deyil. Məsəl üçün, bir narsistik şəxsiyyət pozuntusundan əziyyət çəkən insan üçün yalan danışmaq çox çətindir. Yox, onu nəzərdə tutur. Yəni yalan danışmaq və manipulyasiya həyatın necə deyilə sağ qalma mövqeyidir. Yəni onlar bunun vasitəsilə necədirlər, tamamilə normaldır və sağ qalır. Amma sənin xaricdə belə göstərəndə o daxili strukturun ona uyğun gəlmir. Yəni bir növ o da özü də narsistə çevrilməlidir ki, ən azından onlarla baş edə bilsin. Bəs bu cür münaqişələr adətən evliliyin ilk illərinə necə təsir edir? Necə düşünürsünüz? Mən düşünürəm ki, və ümumiyyətlə bunu psixologiyada da bunu çox ifadə edirlər ki, bu çox mənfi təsir göstərən bir amildir. Narsistik ailədə çünki yəni konkret olaraq bilmək istəyirəm. Konkret olaraq, yəni əgər bir gəlin bu hallarla çox rastlaşırsa, təbii ki, inciklik, güvən problemi olacaq. Ümumiyyətlə o ailədə sağlam münasibət qurmaq mümkün olmayacaq. Öz həyat yoldaşı ilə belə o bayaq qeyd etdiyiniz kimi onun heç bir mövqeyi olmayandan sonra necə bir sağlam münasibət ola bilər? Necə bir sağlam ailə modeli ola bilər? Nəzərə alsaq ki, hətta bu ailədə tutaq ki, uşaqlar böyüyürsə, boya başa çatırsa, onlara da bu problemlər sirayət edəcək və tamamilə bir narsistik bir sistem və onun toksik təsirlərinin belə altında mən orada sağlam bir şey görə bilmirəm açığı. Və ən önəmli məsələ uşaq psixologiyasına təsir necədir? Düşünürəm ki, dağıdıcıdır. Bəli, sizin də fikrinizi bilmək istəyirəm. Bəli, çox ciddi dağıdıcı təsir var. Bayaq dediyimiz kimi toksik təsir. Burada məsələn narsistik qaynananın bir mövqeyi var. Tutaq ki, ananın bir övladına qarşı bir tərbiyə metodu ola bilər. Deyə bilər ki, məsələn, mən icazə vermirəm ki, sən filan içkini, tutaq ki, hansı qazlı içkini içəsən, qaynana gəlib deyər, nənədir də, nənə deyəcək ki, yox, mən öz nəvəmə icazə ver, gizlin-gizlin nəvəyə onu çizdirə bilər və burada avtoritetin hətta itirilməsi, yəni ananın avtoritetinin belə zədələnməsinə qədər iş gedib çıxa bilər. Şeyli olanda da övlad avtomatik olaraq valideynə hörmət eləmir. Bəli, avtoritet qırılanda da siz demiş, yəni nənə ona bir növ övladın tərbiyəsini pis yönləndirir, mənfi yönləndirir. Və nəticə etibarilə də bu övladın da bir növ o da narsistik ailənin təsiri altında o toksik təsirləri özündə artıq göstərməyə başlayır. Bir dənə də maraqlı bir sual, bu da ümumiyyətlə düşündürücüdür. Nə dərəcədə uğurlu olur, yəni bu insanların ailə terapiyası? Mənim fikrimi bilmək istəyirsinizsə, ilk öncə mən deyim. Mənim fikrimi bilmək istəyirdinizsə, ümumiyyətlə bu cür narsistik ailədə ailə terapiyası, yəni Azərbaycan və Asiya ölkələri formatında effektiv deyil. Yəni mən neçə il, 17 illik necə də psixoterapevtik praktikamda hələ mən çox nadir halda gördüm ki, narsist kişi ilə narsist qadın axıra kimi bir terapiyaya gəlir və digər necə deyirlər, insanların necə deyirlər, cəlbi də mümkündür. Xala, nənə, baba, bir sözlə əgər çox külfətdirsə, əgər o sistemə onlar da daxil olmalıdır. Yəni belə şeylər demək olar ki, qəbul olunan məsələlər deyil, yəni.
Həm siz necə qəbul olunan düşünürsünüz? məsələlər deyir, sizin dediyiniz kimi. Ayrıca o bütün sistem elə bir zədəlidir zaten. Struktur olaraq zədəlidir və sən hər fərdlə işləməlisən orada və burada bir ən maraqlı məqam odur ki, İnsan özü axı terapiyaya gəlməlidir. O özü dəyişmək istəməlidir. O özü buna, yəni onun özünün daxili bir istəyi olmalıdır. Biz narsistlərdə bunu görmürük. Yəni narsist Əksinə deyir ki, yox mən dəyişməliyəm, qarşı tərəf deyir ki, dəyişməlidir. yox, məndə problem yoxdur. Bəli. Yəni zaten onlarda o bu cür özlərini göstərməyə meyillidirlər ki, qarşı tərəfi günahlandırırlar, qarşı tərəfdə problem görürlər, qarşı tərəfə xəstə hesab eləyirlər ki, o deyir insanlar real xəstə gəlmir. Onun xəstələrin xəstə etdikləri o terapiyaya müraciət edirlər və bu sistemdə də biz zaten bunu görürük. Ona görə təbii ki, sizin sözünüzdən razıyam. Terapiyaya heç bir effekt verməyəcək. Ümumiyyətlə necə düşünürsüz? Belə bir mühitdə gəlin öz qeydindən necə qala bilər? Öz sağlamlığını necə qoruya bilər? Bax, bu çox önəmli bir mövzudur. Ona görə üstəlik də bizim reallığımızı nəzərə alsaq, bizim cəmiyyətdəki o ailə strukturunu nəzərə alsaq, burada gəlinin mütləq şəkildə dəstəyə ehtiyacı var deyə düşünürəm. Yəni mütləq dəstək almalıdır. Ən azından tək tərəfli də olsa, yəni qarşı tərəfi dəyişdirməmək adına, yəni ən azından nevrozdan terapiya görməlidir. Bəli, mütləq nevrozdan terapiya görməlidir, mütləq dəstək almalıdır. Mütləq onun bu cür bir belə deyim də o emosional da dəstəyi olmalıdır ki, o ən azından başa düşməli. Hətta belə deyim də, bəzən bu gəlinlər tam da fərqinə varmırlar bunun. Bəzən özlərini həddindən artıq günahlandıra bilirlər. Həddindən artıq özlərində səhv axtarmağa belə meylli olurlar. Çünki tək qalırlar. Çünki onları elə bir izolyasiya sistemi yaradır, elə bir məhdudlaşdırıcı bir sistemin arasına salır ki, həmin o narsist qaynana və həyat yoldaşı tutaq ki. Mən düşünürəm ki, zaten narsist bir qaynana varsa, onun oğlu da müəyyən narsistik xüsusiyyətləri zaten sahib olur. Yəni narsistik travmaya sahib olur ən azından. Və nəticə etibarilə də o sistemin içində o gəlin, o izolyasiyada olur. Ona elə eləyirlər ki, o bütün sosial çevrəsindən kənarlaşsın, heç kimlə danışmasın, heç öz ailəsi ilə münasibət saxlamasın, öz rəfiqələri ilə münasibət saxlamasın və nəticə etibarilə bu adam düşünə bilər ki, bəlkə həqiqətən məndə problem var, bəlkə həqiqətən mən xəstəyəm, müalicələr axtara bilər. Elə məsələ burasındadır ki, Nigar doktor, elə sizin sözünüzə qüvvət, yəni işin təhlükəli halı da budur ki, yəni insan artıq öz biliklərinə, bacarıqlarına, qabiliyyətlərinə güvənməməyə başlayır. Adətən mən terapiyalarda nə təklif edirəm? Kiçik addımlar. Məsəl üçün, deyək ki, bu əşyanı deyirəm ki, məsəl üçün, gətir bura qoy və yadda saxla ki, bəli, mən bu əşyanı bura qoymuşam. Həqiqətən də bunu bura qoyum. Ya da ki, kameraya çək. Xırda bir şey. Gülməli görünə bilər. Amma o ailə üçün çox önəmlidir. Amma necə deyirlər, baza necə deyirlər, həqiqətən də nədir? Kökübdür çünki. Və ya da deyirəm ki, xırda hədəflər qoy. Getdin, oturdun, deyək ki, kafedə bir stəkan çay içdin. Və özünə bu gün məruz edirsən ki, bəli, bu real idi. Mən həqiqətən də kafedə bir stəkan çay içdim. Yəni bu sistem o qədər çökür ki, insanın necə deyilir, bu belə bir əks əlaqə var. Reallığı belə təhrif olunmağa başlayır. Bunları qaytarmaq lazımdır. Bir də ən vacib məsələlərdən biri, bəzən necə deyirlər, bunlarda assosiasiya, yəni o şəkildə gedir ki, insan ümumiyyətlə yaxşı şeylərin olmasından da qorxur. Bəli. Bilir ki, bu yaxşı hadisə baş verdi. Mütləq ardınca nəsə pis bir şey olacaq. Necə deyirlər, hadisə baş verəcək. Sizin praktikanızda bu nə qədər doğru? Açıqcası bu narsistlərin ən çox istifadə etdiyi, o bayaq dediyimiz manipulyasiyalar sırasında bir yer alan bir şeydir. Çünki narsistlər bir insanın çox sevinməyini, çox mutlu olmasını və ya çox yaxşı hiss etməsini, əgər söhbət gəlindən gedirsə, əgər bu strukturda baxırıqsa buna, qəbul eləyə bilmirlər və tutaq ki, hətta ad günü qabağı, hansısa, nə bilim, tədbir qabağı, toy qabağı mütləq ki, bir insident baş verəcək, mütləq ki, bir konflikt baş verəcək ki, o insanın qanı qaralsın, o insan özünü pis hiss eləsin, bir konflikt nəticəsində öz-özünü hətta günahlandıra bilər ki, bir yerdən sonra o bayaq dediyiniz qüsurlu dövrana girir ki, nə oldu, elə hər dəfə yaxşı bir şey olanda bir pis bir şey baş verir və insanda artıq o qorxu yaranmağa başlayır. O artıq o pattern formalaşır ki, aha, deməli yaxşı bir şey baş verdisə, mütləq onu o pis bir şeylə artıq ondan əvvəl pis bir şey olacaq.
və insanda artıq o bütün sistemlər qırılmağa başlayır. Özünə artıq inamı itir insanın, özünə güvəni itir. Yəni bazı o insanın özünə olan münasibətində artıq qırılmalar baş verir, zədələnmələr baş verir. Ona görə də vurğulayırıq ki, mütləq terapiya lazımdır. Bəli. Bu insan sadəcə bir maraqlı bir məqamı vurğulamaq istəyirəm ki, həmən xanımlar, gəlinlər müraciət edəndə tam fərqinə varmırlar bunun. Yəni onlar düşünürlər ki, məsələn, qaynananı dəyişdirmək olar. Bəlkə qaynananı gətirim, ondan terapiya edəsiz. Bəlkə yoldaşımı gətirim, ondan terapiya edəsiz. Özlərində problem görürlər, düşünürlər ki, yox, mən deyiləm. Nəsə bəlkə qoy gəlsinlər, onlarla da danışaq. Və orada biz görəndə ki, əslində problem bu gəlində deyil, problem qaynanadır və həyat yoldaşıdır. Və heç onlar terapiyaya gəlmək belə istəmirlər. Əksinə, hətta belə bir növ neqativ bir mövqedən yanaşanlar da kifayət qədər sizdə də yəqin təcrübənizdə bilirəm ki, olubdur ki, məndə nə problem var ki, məndə heç nə yoxdur, mən gül kimi adamım, problem səndədir, sən get terapiyaya. Heç yeri gələndə çox terapiyaya icazə belə vermir. Yəni hətta gəlib psixoloqla belə dava eləyənlər də olur ki, yəni siz mənim arvadımın başını doldurursunuz, nə bilim siz mənim gəlinimin başını doldurursunuz. Bunları siz Nigar doktor, bax bir maraqlı sual vermək istəyirəm. Mənim də təbii ki mövqeyim var. Narsistlərin tətbiq elədiyi silent treatment deyirlər. Bunu ingilis dilində tərcüməsi belə sakit necə deyirlər, müalicə. Bunun qədər sizcə necə deyirlər? Təhlükəlisi varmı? Necə düşünürsünüz? Çox ciddi belə, yəni təhlükə daşıyan bir şeydir bu. Yəni bu bir növ insan öz səssizliyi ilə səni bir növ məhv etməyə çalışır. Səni onunla cəzalandırmağa çalışır və bu ailədə çox ciddi, yəni həmin insanın bir növ bildiyiniz o xəstə edəcək dərəcədə təsir edir. Üstəlik də səssizlikdə insanın beynində suallar çoxalır. Suallar, görəsən şübhələr. nə deyir, görəsən bəlkə tərk eləyək, bəlkə cəzalandıracaq, bəlkə necə nə mənə sürpriz hazırlayacaq. Özdə xüsusilə ən yaralı yerlərdən də biri nədir? Birdən-birə yoxa çıxır, bir həftə görünmür, telefonlara cavab vermir. Aha, meydana çıxdı. Salam əleykum. Orada da nə olur? Dopamin yüksəlir. İnsan düşünür, aha, təzədən eyni şey, yenə sevinc, yenə də belə müsbət emosiyalar, amma sonra yenə eyni şey təkrar. Yenə insan itir və siz demiş, eyni vəziyyət təkrarlanır. Və nəhayət maraqlı necə deyirlər, son sual. Yəni sizcə sağlam qaynana və gəlin münasibətləri hansı prinsiplərə dayanır? Sağlam qaynana və gəlin prinsiplərində onlar öz yerlərini, sistemdəki mövqelərini yaxşı bilməlidirlər. Çünki ana mövqeyi bir başqadır və həyat yoldaşı mövqeyi tamam bir başqadır. Onların hər birinin öz funksiyaları var. Yəni kimlikləri nəzərdə tutulur. Kimlikləri fərqlidir. Yəni ana kimliyi fərqlidir, həyat yoldaşı kimliyi fərqlidir. Yəni tutaq ki, həyat yoldaşı kimliyində insan müəyyən bir xüsusiyyətlərə malik olur, müəyyən bir funksiyonala malik olur. Ana kimliyində tamam fərqlidir. Və nəzərə alsaq ki, yeni ailədə burada hələ çox şey oturmuyub. Çox şey hələ yavaş-yavaş oradan müəyyən cilalanmalar baş verir. Hələ insanlar bir-birini yeni tanımağa və daha öyrəşməyə başlayır. Burada separasiyanın olması şərtdir. Mütləq separasiya olmalıdır. Bax, mən əsas bunu qeyd eləmək istəyirəm. Mütləq. Separasiya olmadan heç bir zaman bir insan bir yetişkin ola bilməz. Bəli. Və sağlam qərarlar verə bilməz. Problemin həllinə də konstruktiv şəkildə yanaşa bilməz. Çox təşəkkür edirəm Nigar doktor. Çox maraqlı bir mövzu idi, maraqlı bir söhbət idi. Yəni bugün bir podkastın daha sonuna gəldik. Bugünkü mövzumuzda biz narsistik qaynana və gəlin münasibətlərini müzakirə etdik və bir çox maraqlı ideyalar bu verilişdə öz əksini tapdı. Biraz məzəli, biraz ironik. İzləmədə qalın, gələn görüşlərədək. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritualizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.